İnsan təkamülündə həyati önəmini itirmiş 7 orqan. Bu orqanlardan birincisi kor bağırsaq çıxıntısı olan apendiksdir. Bu əsasən ot yeyən əczadlarımızda sellulozanın həzmində iştirak edib. İkinci orqanımız büzdüm sümüyüdür ki, bu bizə quyruqlu primat əczadlarımızdan miras qalmışdı, lakin bu günlərin hər hansı bir həyati önəmi yoxdur. Üçüncü orqanımız qulaq seyvanı hərəkətə gətirən əzələlərdir ki, məsələn, bu gün itlərdə, pişiklərdə buna rast gəlirik ki, öz qulaq seyvanı rahat tərpədə bilirlər. Lakin bizdə bu körəlmişdir. Mən belə bir şey edə bilirəm, amma tam buna oxşar deyil. Bu tərpənməlidir. Dördüncü orqanımız üçüncü göz qapağıdır ki, məsələn, bizdə burada bir nöqtə var. Rudiment halında qalıb. Lakin sürünənlərə, hətta məşhur bir video var. Timsaha fikir versə, onun üçüncü göz qapağı bu şəkildə qapanır. Bu əsasən qoruma məqsədi ilə onlarda hələ də qalmışdır. Beşinci orqanımız əsasən ağıl dişləri, xüsusən də üçüncü azı dişləri bu günlərim artıq öz fəaliyyətini itirib. Bunun səbəbi yumşaq qidaya keçdiyimiz üçün artıq bizim böyük çənəyə, çox dişli çənəyə ehtiyacımız qalmamışdır. Altıncı orqanımız tük ürpədici əzələlərdir ki, bu gün tükümüz ürpənə bilər, amma hər hansı bir həyat fəaliyyəti yoxdur bizim üçün. Amma primat əcdadlarımızda ovçudan qorunmaq üçün tüklərin dik edilmişlər ki, daha böyük görsənsinlər. Yəni qoruma məqsədi ilə onlarda bu həyati önəm daşıyırmış. Yeddinci və son orqanımız isə Palmaris longus adlanan ön biləkdə əzələ qrupu vardır ki, bu əsasən biləklərin hərəkətə gəlməsində çox az iştirak edir. Bu günlərim 14% insanda artıq bu əzələ inkişaf etmir. Lakin inkişaf edən insanlarda da hər hansı bir önəmi qalmamışdır. Yəni körəlmişdir.